Anırsınız, səhərdən ev yığışdırıram. Yorulmuşam. Onu qaç, bunu qaç. Az effekt, neyinsə, ne effektisə effekt lazımdır. Van olum, ev yox. Elə bil mən bura çıxmışam, gözəlliyi nümayiş elətdirirəm. Söhbət eləməyə gəlmişəm. Eləyirsiniz, eləyin, eləmirsiniz, çıxın, gedin. Neyinirsiniz, nətərsiz? Qadınların işi bitmirdi. Az bitmir. Allah haqqı. Arıqlamısan, hə? Çox özdə. Çox arıqlamışam. Çox arıqlamışam. Hə. Çox arıqlamışam. Bezmişəm da. Allah haqqı, mən də. Deyir, bugün hamı lobiya bir şey. Doğru da. Nə bişirirsən? Əslində mən qızlar lobiya çoxdan, mən lobiya çıxanda ilk alanlardan idim həmişə. Çünki rəhmətli mamam lobiyanı çox sevirdi. Çox sevirdi. Ölürdü lobiya üçün. Həqiqətən çox sevirdi. Hətta əməliyyata girdiyi gün lobiya yeyib girib əməliyyata. Yəni o qədər çox sevirdi lobiyanı. Nədir ona da almırdım lobiya. Daha o gün o qədər qızım dedi ki lobiya aldım. Biz də bişirmişik. Sən gözəl ol, sən dünya gözəl ol, bacı qurban. Eybi yox. Məndən eybi yox. Ağşəhərdə qalırsınız, hə. İndi Həzaslan oldu. Eybi yox. Mən bəyənib. Eybi yox. Xeyirvisi gözəldir. Can, necəsiz? Mən də lobiya doğrayıram. Canımsız. Səni verənə şükür. Visi niyə belə olmuşsa? Arıqlamışam. Eybi yox. Sən gözəl ol. Allah sənin bəxtini gözəl eləsin. Allah səni xoşbəxt eləsin. Allah ürəyin gözəlliyin həyatına yansısın. Evlərdə dava salan yeməyi. Can. Çox gözəldir. Neçə kilo olsa. İndi bilmirəm aşkım. Proqramın pislivisi. Eybi yox aşkım. Rızayeva çox sağ ol həyatım. Allah sənə səbir versin. Çox sağ ol həyatım. Neyinir? Sizin nə işlə məşğulsuz? Necəsən cıqqılım? Xoş gəlmişsən Seydə. Necəsən ömrüm? Seydə indi lap arıqlamışam ay Seydə. Yoxa çıxmışam, inanırsan? Az üzdəki Seydə, arıqlayanda adamın elə bil ayaqları da arıqlayır, bacı. Can, yaxşıyam, yaxşı olasan həyatım. Elə bil arıqlayanda adamın ayaqları da arıqlayır. Evi sata bildin, yox aşkım. Uşaqlar ölür lobiyadan ötürü. Çıp-çıqqılı olmuşsan, hə? Zehin və bədən necə arıqlamışam ay bacı. Bir bax gör mənə. Bir bax gör. Kürəyim də arıqlayıb. Kürəyimə keçib arıqlıq. Necəsiz? Daima qazanın. Çox sağ olun. Allah ruzunuzu yetirsin. Allah başınızdan töksün. Allah sizi xoşbəxt eləsin. Daim yarayanlardan olasınız. Daim xoşbəxt olasınız. Allah yox yerdən sizə pul yetirsin. Dörd bir tərəfdən təhlükəsiz şəkildə, asan yoldan qurban olduğum sizə elə bir ruzu qapısı açsın ki, heç bir bəndənin gücü çatmasın oranı bağlamağa. Canımsız. İnciyə mətbəxi can. Ay Allah, sən də yalancı çıxıram. Ben videoyu paylaşmamışam. Söz verirəm, sabah axşam sən video paylaşacağım bacı. Can, çox sağ ol. Asanlıqla, rahatlıqla. Ümumiyyətlə Allah açan qapını heç bir bəndə bağlaya bilməz qızlar. Allah yetirən ruzunu heç bir bəndənin gücü çatmaz ki, onun qabağını ala. Ona görə Allah ruzunuzu versin. Allah başınızdan töksün. Qurban olaram Allaha. Hər şeyin bitdi
dediyi anda başlanğıc olur. Şok olursunuz. Deyirsiniz ki ay Allah, elə bilirdim ki dünyanın sonudur da yəni. Mənim pis günlərim oldu, pis anlarım oldu da, çox pis anlarım oldu, çox pis anlarım. Bu axır vaxtlar bax şey dibə vurdum da. İnanın mənə barmaq sayısı qədər o qədər az yanımda insan oldu ki, həqiqətən də. Nə bilim, Allah hər kəsin köməyi olsun, Allah hər kəsə ruzu yetirsin, içində də mənə. Qurban olum Allaha. Hər şey bitdi dediyim anda təzədən çiçək açdı. Təzədən çiçək açdı həyatım. Qurban olaram Allah. Ona görə Allahdan ümidinizi heç vaxt üzməyin. Ümid ən son ölür. Ən son. Ən son. Bax, görürsünüz qabağa yay gəlir. Havalar istiləşir. Salam, necəsən? Nəfəs, xoş gəlmisən. Ona görə qurban olum sizə, başınıza dönərəm sizi. Yemək yeyə arıqlayın. Yemeğinizi yiyin, ben indi lobiya pişirəm, qəşəng özdə şeydə pişirəcəm. Kərə yağında yox, nehrə yağında. Nehrə yağında pişirəcəm lobiyanı. Qəşəngcənə, oy, batıracam, yiyəcəm, batıracam çörəyi yiyəcəm. Of, zavod çörəyi, nehrə yağında pişmiş qəşəngcənə lobiya, pomidorlu zadlı, biberli, vay, vış, nə qəşəng olacaq. Qiyməti nədir zehin və bədənin? Hal-hazırda qoşulsan 80 manat. Çox başqa aurası var. Can, qurban olaram az sizə. Haralısın, bir tərəfim Yeraz, bir tərəfim İsmail'la. Vüska, ay can, az Vüska sənə qurban. Az qara qaşınıza, qara gözünüzə qurban, az. Darıxmışdım sizlə söhbət eləmək üçün, Allah haqqı. Nə olar, heç olmasa ekranı tıklayın da, nə olar ki? Maşallah gününüz olsun. Maşallah gününüz olsun. Keyfiniz yaxşıdır. Az həmişə sizin də keyfiniz yaxşı olsun. Həmişə ruzunuz pul olsun. Pulunuz olsun, keyfiniz yaxşı olsun. Canınız sağlam olsun. Ömrünüz uzun olsun. Sevdikləriniz yanınızda olsun. Amin inşallah. Can, çox sağ ol ürəyim. Nə şaçmırdın can? Az başım biraz qarışıq ediyə bacı. Bacınızın başı biraz qarışıqdır. Bacınız sizə qurban olsun. Lobiya günüdür bugün. Doğrudan bayaqdan yazırlar. Yazırlar deyəsən çox adam lobiya pişirib bugünlərim. Nə pişirmişsiniz bugün bacı? Salam. Gəldi mənim könlümün əfəndisi. Diyetasız, kofesiz, arıqlama canım, mənim ürəyim, mənim gözəl bacım Aytacım. Necəsən Vüsü? Yaxşı nəfəsən, necəsən ürəyim? Qızlar, hər evə bir Aytac lazım. Aytac kimi bir xanımla tanış olun. Yəni pis mənada demirəm, xanımlara aiddir, bu kişilərə aid deyil. Yəni kişiləri qəbul eləmir də, yəni arıqlatmır. Yalnız xanımlara aiddir. Xanımların şahı Aytacım. Baxın. Mənim yemək səhifəm var, girib baxa bilərsiniz. Qızlar, dünənlərim huqqabazdı, nə bilim nədir, adım bilmədiyim yerlərə gedirəm, nəysə. Əsas odur, gedə bilirəm, əsas odur. Adım bilməsəm də gedirəm. Deməli, bacı qurban, orada getdim, yenə avokadodur, nə bilim nədir. Gecə saat neçə idi, bacı, 10 idi, 11 idi. Yeməyi yedim, ot idi, üstündən də onu. Bax, ürəyim nə istəyir yeyirəm, nə istəyir yeyirəm, amma arıq qalıram. İncə sənə Aygül Səfərova mənim ürəyimdir. Aygül Səfərova möhtəşəm bir xanımdır. Özü sözü bir, çörək qazanan, çörəyini daşdan çıxardan, dilinə görə dilçək olan bir xanımdır. O mənim ürəyimdir. Bax, ürəyiniz nə istəyir? Yeyirsiniz, arıqlayırsınız, dietasız, kofesiz. Bax, nə istəyirsiniz ha qızlar? Ağlınıza gələcək hər bir şey yeyə arıqlayırsınız. Aytaç xanım sizə kömək olur. Əlaqə nömrəsi 077 767 65 67 qızlar. Əlaqə saxlayın, arıqlayın. Johnson Baby yağı, bacı qurban. Johnson Baby yağı hamilə vaxtı vurursunuz, bədəniniz çartlamır. Neyinir o? Heç də eləmir aşkım. Sadəcə olaraq sizə arıqlamağa kömək eləyir. Vüska, evlənsən uşaqları yanına aparacaqsan? Yox. Arıqlamağa kömək eləyir. Qızlar, arıqlamağa kömək eləyir sizə.
Aygül xanım Sıxırdalanda filial açacaq, gələcəksin, niyə gəlmirəm? Aygül mənə hara ölümə desə gedərəm ondan ötürü. Ölümə desə Aygüldən ötürü gedərəm. Özü də bilir ki, gedərəm. O mənim üçün bir başqa qızdır, bir başqa qızdır. Çox sağ olun. Lobiyə bax, əlvi kəsərsiniz, 40 ilin arvadıyam. Baxmaya lobiyə doğraya bilmirəm. Sən də mənəm məzələnsən. Gözəl xanımlarımız, canlarım, ürəklərim mənim, qızlar. Neçə vaxtdır ki, videolar paylaşıram, videolara baxırsınız, altdan etiketləyirəm, düzdür, Aytaç xanımı. Soruşursunuz ki, necə yemək yeyə bu qədər arıqlaya bilirsiniz? Bəli, mən yemək yeyə arıqlayıram. Çünki mən ac qala bilmirəm, qızlar. Aclığa mənim dözümüm yoxdur. Ac qalanda əlim ayağım əsir, başım fırlanır, gözüm qaranlıqlayır, qulaqlarım uyulduyur, dizlərim əsir, keyir, qulaqlarım heç nə eşitmir, gözlərim qaranlıqlayır. Ona görə ac qala bilmirəm. Aytaç xanım da mənə deyib ki, mən səni yemək yeyə arıqladacam. Həqiqətən də sözün tutdu bacı. Vallahi billahi. Yemək yeyə çəki atıram. Yəni bu doğrudan da qulağa inandırıcı gəlməsə də həqiqətdir, qızlar. Bax, ürəyiniz nə istəyir, hansı yemək istəyir, yeyirsiniz. Bax, ətindən tutmuş, şirniyyatına qədər. Yeyirsiniz, arıqlayırsınız. Xeyr, salatla zadla yox, qızlar. Ürəyiniz nə istəyir, yeyirsiniz, arıqlayırsınız. Bozbaş, nə bilim, kələfür, nə bilim, ay qız, çörək, zavod çörəyi, təndir çörəyi. Bax, Quranın adına and olsun. %100 də garanti verirəm. Səhifəsi yuxarıda qeyd olunub. Baxın qızlar, yuxarıda səhifə qeyd olunub. Belə şey mümkündürmü? Mümkündür. Bəli. Çörək var, şirniyyat var. Şirniyyat yeyə bilərsiniz, çörək yeyə bilərsiniz. Heç bir arıqlama çayı, heç bir arıqlama kofesi, heç bir arıqlama dərmanı içmirsiniz. Hansı saatda istəyirsiniz, yeyirsiniz. Saat 12-də 1-də yeyirəm mən. Boş şey olsaydı mən günü-gündən arıqlamazdım. Bəli, çörək də yeyirəm. Elə vaxtı çörəyi, qızlar, mən diyeta üçün kəsməmişəm ki. Mən çörəyi selulit üçün kəsmişəm. Mən çünki yayda şortik zat geyinirəm deyənə. Mən istəmirəm ayaqlarımın arxasında selulitim olsun. Bax, diyeta saxlamırsınız. Heç bir arıqlama kofesi, arıqlama çayından istifadə etmədən günü-gündən kilo atırsınız, qızlar. Su yoxdur ki. Təzə suyu açmayıb, bir su yuqarı. Necə? Deyək qızlar, səhifə yuxarıdadır. Səliqəli doğramışam, aşkım, göstərərəm indi doğradıqlarımı sənə. Narahat olma ömrüm. Səliqəli, lobiyanı necə doğrayırlar, aşkım, bax? Səliqəli, bax, görsən? Mən tez-tez doğrayırım, ona görə deyirsən. İndi mən 40 ilin arvadıyam da, bacı qurban. Təbii ki, səliqəli doğrayıram. Mən kələ kötür lobiya, bacı qurban olsun, görsəlliyə üstünlük verən qızam mən. Gözü yumlu doğrayıram deyənə, sənə elə gəlir, həyatım. Bir aya 10 kilo. Bir aya 10 kilo arıqlayır. Su içirsən, əlbəttə ki, su içirəm. Suyu ona görə içmirəm ki, aşkım. Suyu özümə görə içirəm ki, bədənim formada qalsın. Bədənim su, bilirsiniz ki, insanı bədənində idarə edən sudur da. Yaşlanmanın qabağını alır. Hal-hazırda qoşulanlara 80 manat. Heç bir idmana getmirsiniz, heç bir arıqlama çayı içmirsiniz, heç bir kapsula qəbul eləmirsiniz, heç bir arıqlama növündən və yaxud da diyetadan istifadə etmədən arıqlayırsınız, qızlar. Evinizdə nə var? Kasıbın olanından yiyin, arıqlayın. Səhifə yuxarıda qeyd olunub. Zehin və bədən diyetasız, kofesiz arıqlayın. Yalan olsaydı mən, Sima, Həcidən də gedin soruşun, o da deyəcək kim arıqlayıb. Düz bir aya. Birə-bir Aytaç xanımın dediyini elədi. Birə-bir. Birə-bir elədi. Aytaç xanımın dediyini birə-bir eləsəz, inanın mənə bir aya çəki verəcəksiniz. Çünki həci bilir də kimlər arıqlayıb orada, mağazada. Görsətsin laf sizə. Salam. Bəli, suyun sadə olduğu kimi yeməyin də sadə var. Sadəcə olaraq saatları bilirsiniz. Gec saat 12-də, 1-də, ürəyiniz nə vaxt istəyir yemək yeyirsiniz. Narahat olmayın. Heç bir problem yoxdur. Bəs nə edirsiniz? Onu desəm, bəs necə cəmaat pul qazanacaq? Bəli, ödənişi bir dəfə ödəyirsiniz. İkinci ay proseduru özünüz bilirsiniz də nə eləmək lazımdır. İkinci ay proqramı özünüzə verir, ikinci ay pulsuz arıqlayırsınız.
İndi zəng vururam, nömrə bağlıdır. Gözəl bacım, WhatsApp-ına yaz. Nə qədər puldur hal-hazırda? Bax, bu dəqiqə canlı yayımdan qoşulsan 80 manat. Özü arıqlıq gözəllikdir, arıqlıq cavanlıqdır, arıqlıq şuxluqdur, arıqlıq cazibədarlıqdır, arıqlıq özgüvənin artmasıdır. Hə, salam. Nədir o, lobiya? Az belə doğrayıram da sizlə danışa. Belə doğrayıram da bacı, qurban olsun sizə. Salam, necə konuşuyorsun? Nətər konuşuyorum ki? Düzəməlli konuşuyorum da. Hə. Ona görə deyir. Az o yerdəki lobiyaları qoy bura. Az arıqlamışam, ona görə deyir. Az arıqlaya bilmirsiniz. Amma mən yiyirəm, arıqlayıram. Allahın adından da olsun, kola içirəm, arıqlayıram. Bacı qurban olsun, xaş yiyirəm, arıqlayıram, kabab yiyirəm, arıqlayıram. Təndir çörəyinin arasına qoyuram pendiri, yağı, şoru, qaymağı, qəşək, smetanı zadı da sürtürəm, kalbasanı doğrayıb içinə tökürəm. Soğanı, göyərtini, tərxunu yiyirəm, arıqlayıram. Hər şey yiyib arıqlayıram. Mən də sizə deyirəm ki, yemək yeyə arıqlayın da, nə istəyirsiniz? Zaman paxıldır demir, amma mən paxıllığım yoxdur, deyirəm sizə. Gedin, lazım idi sizə. Kukla kimi də qızam. Ay qız. Simam mənim, ürəyim mənim, gözəl bacım, xoş gəlmişsən həyatım. Bax, Sima da elə arıqlayıb. Sima bilirsiniz necə gözəl arıqlayıb. Bax, Sima'nın səhifə. Sima özü yuxarıda sabitdə girib səhifəvə baxsınlar. Bax, girin Sima'nın əvvəlki videoları var. Girin baxın Sima'ya. Girin Sima'ya deyirdiniz, Sima'nı niyə arıqlatmır? Sima'nı da arıqlatsın da. Girin Sima'ya baxın, görün Sima nə gözəl arıqlayıb. Səhifəsinə keçid edin, girin baxın Sima'nın. Görün Sima xanım necə gözəl arıqlayıb. Bəli, bir aya 80 manatda hal-hazırda bu dəqiqə canlı yayımdan qoşulanın hər biri bir aya 80 manat verib arıqlayacaq. Baxın, özünüz də görəcəksiniz. Diyeta saxlamırsan, arıqlama çaylarından istifadə eləmirsən, diyeta saxlamırsan, ürəyin nə istəyir, yiyirsən, arıqlayırsan. Necəni özündən soruşun. Necəni zehin və bədənin özündən soruşun qızlar. Necə? Sima lobiya bişirəm. Səhifə hanı? Səhifənin sabitdə Sima, zehin və bədəni yuxarıda sabitdə. Zehin və bədəni deyil, diyetasız arıqlayın. 077 yazın nömrəsin. Ay bacı, əməliyyatla belə mən arıqlamadım, düzdür. Diyetasız, kofesiz, arıqlama çaylarsız, arıqlamaq istəyənlərin nəzərinə. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub, qızlar. Əlaqə saxlayın, arıqlayın. Simka lobiya bişirəm. İndi dəhşət arıqladım, hamıda canlı görüb. Canlı. Qızlar, məni canlı görənlər, buradasınız. Bir dənə səs eləyin. 7 kilo yarım arıqlamışam mən. Bir dənə səs eləyin, qızlar. Məni canlı görənlər, bir dənə səs eləyin, gözəl bacılarım. Xeyr, diyeta zad eləmirəm. Quranın adına and olsun, diyet eləmirəm. Mən 2023-də əməliyyat olmuşdum həyatım. Və keçən ilin videosunu paylaşmışam. Gir gör arıqam orada. Əməliyyat olmaq arıqlamaq demək deyil, ömrüm günüm. Əməliyyat olmaq figura verməkdir. Mən görmüşəm. Nə edib arıqlamışsan? Zehin və bədənlə arıqlamışam. Səhifə yuxarıda qeyd olunub. Bax, zehin və bədənə qoşulub arıqlamışam qızlar. Qoşulmuşam zehin və bədənə, onunla arıqlamışam. Sadəcə olaraq mən saxlamışdım da qızlar. Ucuz eləyir. Hal-hazırda canlı yayımdan qoşulanlar hər birinə 80 manatdır. Necə sabitləyirsiniz sözü? Necə sabitləyirsiniz? Sabitləyib də bacı yuxarıda. Necə sabitləyirsiniz nədir ki? Ay bacı, effekti neyinirsən başa dönüm? Neyinirsən mənim effektimi? Sağ mənim effektim lazımdır. Oturmuşam sizlə söhbət eləyirəm, deyirəm, danışıram, gülürəm, sizə dua eləyirəm. Deyirəm, Allah sizin canınızı sağ eləsin, cibinizi dolu eləsin, ömrünüzü uzun eləsin, gözəl həyatınız olsun, sevilin, sevgiliniz yanınızda olsun. Bundan artıq nə deyim? Söhbət eləyirəm də.
Pulum yoxdur, necə arıqladım? Yox aşkım, mən deyə bilmirəm. Cəmaət pul qazanır onunla. Başa düşürəm. Allah sənə imkan yetirsin, bacı, qurban olsun. Allah sənə ömrünü uzun eləsin. Allah sənə imkan yetirsin, cəmaət ondan pul qazanır, bacı, qurban. O boyda institut qutarıb, Türkiyədə təhsil alıb xanım, Türkiyədə praktikaya gedib, həm xanım sizə arıqlamağınıza kömək olur, həm sizin psixoloji dəstək olur bir xanım kimi sizə. Elə gözəl psixoloji dəstək olur ki, özünüzə hörmətiniz artır, özünüzə qürurunuz artır, özgüvəniniz artır, özünüzü sevməyə başlayırsınız qızlar. Bax qızlar, biz qadınlar, bax. Kişiləri böyüdən kimdir? Biz qadınlarıq. Kişiləri o qədər egoist böyüdürük ki, onlar özlərindən başqa heç kim istəmir. Düzdürmü? O qədər egoist böyüdürük ki, biz qadınlar kimi çox istəyiriksə, kişilər də onu istəyir. Biz onları sevdiyimiz müddətcə onlar da özlərini sevirlər. Amma başlayırsınız özünüzü sevməyə. Çünki özgüvəniniz artır axı. Kişilər də sizi sevir. Ona görə çalışın, özünüzü sevin. Eybi yox bacı, tək sən yaxşı olasın, tək sən gözəl olasın, kraliçə olasın səni. Eybi yox bacı, qurban olsun. Məndən eybi yox. Alan alıb allanıb. Hə. Mənə neyinirsən? Qardaşı alasan, ata alasan, bacı alasan, qohma alasan, nağarırsan məni, bacın qurban olsun sənə. Təki sən yaxşı ol, sən gözəl ol. Dietasız, kofesiz, zehin və bədən. Zehin və bədənə qoşul, sən də arıqla. Uşaqların anı bacı deyir yanımda, oturub orada. Evdə. Biri otağında uzanıb kompüter oynayır. Könüllüdür də, işdən gəlib. Biri də deyir, oturub burada. Uşaqlarım yanımda, ağlım da başımda. Uşaqlarım harada olacaq? Ananın övladı harada olur? Dizinin dibində. Qiyməti nə qədərdir? Bu dəqiqə canlı yayımdan qoşulsan 80 manata bacı, qurban olsun. %100 garantili şəkildə bir ayın içində minimum 8, maksimum 10 kilo arıqlayırsan. Bacı, biraz xırda doğradı. Narahat olma aşkım, mən xırda doğrayıram. Sən mənim yerimə heç narahat olma, bacın sağ qurban olsun. Al, görsədim sənə, baxasın. Bacı, bax. Bacı. Bundan xırda necə doğrayım, bacın qurban olsun? Normaldır da. Bundan xırda nətər olur lobiya, bacı qurban. Sən mən tez-tez doğrayıram, elə bilirsən yekə doğrayıram. Yekə doğramıram, bacı. Sən narahat olma, qurban olun. Yaxşı? Göz bağlı doğrayıram deyənə, paxıllığınızdan elə xırda. Paxılsız, ey bacı, paxıl. Bir dəfə də məni tərifləmirsiniz. Gözəl xanımlarımız, Aytaç xanımın səhifəsi yuxarıda qeyd olunub, dietasız arıqlayın. 077 767 65 67 qızlar. İnanın mənə, qardırobumu yeniləmişəm. Hamısı 36 bədəndir. Artıq 36 bədən geyinirəm. Yəni 36 bədən nə deməkdir? 34-ə düşmək istəyirəm. İnşallah Aytaç xanımın köməkliyi ilə 34-ə də düşəcəm. Amma hal-hazırda 36 bədən geyinirəm. Üçün nədir bacı? Üçün nədir? Çox düşmə. Niyə? Mən arıqlığı sevirəm. Qızlar, bəli, yeyirəm, şirniyyat da yeyirəm, çörək də yeyirəm. Allahımıza and olsun ki, yeyirəm. Şirniyyat da yeyirəm. İndi bunu. Bacı qurban olsun, nehrə yağında bişirəcəm. İndi bunu nehrə yağında bişirəcəm. Qəşək nehrə yağında bişirəcəm, qəşək yiyəcəm bunu. Ay Allah. Soğanını da bol eləyəcəm. Ölürəm də bunun soğanı bol olsun. Soğanını bol eləyəcəm. Salam, o yeməklə arıqlayırsan, hə, arıqlayıram. Yeyə də arıqlayıram. Səhifəsi də yuxarıdadır. Dietasız, kofesiz. Heç bir arıqlamadan istifadə etmədən, heç bir dieta saxlamadan Aytaç xanıma qoşulun, arıqlayın. Qatıq sarımsaqla, uf. Aşkım, indi də yemək yeyə arıqlayıram da. Yemək səhifəm var da mənim. Kanvüs. Yemək. Yaz çıxacaq, gözəl bacım. Nə içirsiniz? Kola bacı. Heç sizə kola içib arıqlayın deyən olub.
Bilirsiniz də, diyeta saxlayan insanlar kofe içə bilmirlər. Qazlı su içə bilmirlər. Bilirsiniz də, yəqin ki, bunu. Məndən də çox bilirsiniz siz. Ay qız, kilo yarım ye bitməsin. Kilo yarım lobiya bacı qurban olsun. Ye bitməsin. Çox sağ ol ürəyim. Aytaç xanımın səhifəsi yuxarıdadır, gözəl xanımlarımız, canlarım. Qaşınan olub, öşnə bacı. Qaşınız pis, eyb yox bacı, eyb yox. Bunu yuyum. Ay. Gəldim. Az gözəl bacılarım, indi özümü də göstərəcəm. Diyanın baxarsınız mənə də. Baxın görün, arıqlamışam bacı. Neçə kilosan? İndi hal-hazırda bilmirəm aşkım, amma 53 kilo yarım idim. Diyana. Bax qızlar, Aytaç xanımın səhifəsində yuxarıda qeyd olunub, bacı qurban olsun. Aha. Gördünüz bacı. Bax necə girin, əvvəlki videolarıma YouTube'da da baxa bilərsiniz, səhifəmdə də baxa bilərsiniz. Boynum belədir. O qədər kökəm ki, boynum belə qalıb. Girin, baxın, gəlin. Bax, and ola Allaha. Belə qalmışam, qısıq qalıb boynum. İndi boynum uzanıb. Bir dənə baxın boynuma. Görürsünüz boynum necə gözəl uzanıb. Bax, insanın boynu da uzanır. Bacım, elə bil ki, 61 kiloydum. 61. Ay bacı, niyə yalan deyirsən ki, Jasmin xanım, necə var eləydiniz? Gir mənim əvvəlki videolarıma bax gör. Mən necə var eləydim? Tam səmimi cavab verdi ha. Allahın adından da olsun, zəhrim gedir belə insanlardan, Quranın adından da olsun. Gir bir dənə bax da. Qızlar, siz Allah'ı, sizi yaradan Allah'a ant verirəm. Mən beləydim əvvəl. Tam səmimi cavab verin də. Xoşum gəlmir yalancı insanlardan. Yox, çox arıqlamışsınız. Yox, arıqlamısan. Yox, arıqlamısınız. Gördünüz? Vallahi köküydün. Şükür, cavab verən oldu. Gördünüz? Balıq ətliydiniz. Gördünüz? Və nə oldu? Ben arıqlamamışdım. Adam gərək vicdanı ilə danışsın da. Düz danışmayan insanları sevmirəm. Mən Allah haqqı. Soğanını da bol eləyim. Yo, bitməyib aşkım, bitməyib, gir. Zerro, Allah'ın adından olsun, əməlli arıqlamışam, yox. Mən bilmirəm arıqlamışam, super. Quran haqqı Aytaç xanımın sayəsində qızlar. Yemək yeyə arıqlamışam, özdə mən yemək yeyə. Yəni, yeməyimdən də qalmıram. Deyim, diyeta saxlayıram, yox, vallahi saxlamıram. Allahımıza and olsun. Bax, dar vaxtıdır, 2 balamın canından da olsun, mən diyeta saxlamıram. Mən diyeta saxlaya bilmirəm. Mənim təzyiqim var, qızlar. Təzyiqim olduğu üçün mən diyeta saxlaya bilmirəm. Bir damcı ac qalan kimi, mamam demişkən çaqqala dönmüsən, yəni arıqlamısan. Bir damcı ac qalan kimi mənim başım fırlanır. Mənim qanım azdır deyənə. Mənim uşaqlıqdan qan azlığı problemim var da. Mən müalicə alıram 6 aydan bir. Mənim qanım az olduğu üçün, aşkım, təzyiqim olduğu üçün mən ac qala bilmirəm. Mən ac qalan kimi qusmağım gəlir. Ürəyim bulanır, qusmağım gəlir. Dizlərim əsir, əllərim əsir, əsəbi oluram.
Yəni ac qala bilmirəm də mən. Qulaqlarım uyuldur, gözlərim qaranlıqlayır, başım fırlanır. Yəni aclıq mənlik deyil. Ona görə mən diyeta saxlaya bilmirəm. Diyeta saxlamadığım üçün Aytaç xanım belə mənə təklif eləyəndə ki, Vüsalə xanım, gəlin sizi arıqladaq. Mən dedim, necə arıqladacaqsan? Dedi ki, mən şuur altı. Dedim, şuur altı adam arıqlayar. Dedim, ay xanım, mən yalandan reklam eləmirəm. Bax bu gün haqqı 2 balamın canına and olsun. Xanıma səs atdım ki, mən yalandan reklam eləmirəm. Dedim, mən yalandan demirəm. Mən sizi arıqladacağam. Amma mənim dediklərimi elə. Dedim, tamam, yaxşı. Yəni Aytaç xanım sizi dediği kimi de arıqladır qızlar. Bir ayın içinde minimum 8, maksimum 10 kilo. Sadece olarak Aytaç xanımın dediklərini eləyin. Bax, demir gedin idman zalına saatlarla idman eləyin. Bax, and ol Allaha. Demir çörəyi kəsin, demir şirniyyatı kəsin, demir ay tort yemə, ay pizza yemə, ay çöldən yemə, ay restorandan yemə. Deyir, yiyin. Ama qaydası var qızlar, qaydası. Həmin o qaydanı sizə örgədəndən sonra bir ay pul verirsiniz, ömür boyu o qayda ilə gedib ömür boyu arıq qalırsınız. Səhifə yuxarıda qeyd olunub. Ayvisi üzünün yumruluğu da gedib də əməllicə bilinir. Ay bacım, bilmirəm ki, Allah haqqı, yəqin bunlar məni görmürlər. Bitdi, hə aşkım, bir dəqiqə qalmışdı. Sən sabitdə yuxarıda, sən sabitdə. Boğazın uzanıb. Ay qız, bacı, prosto bilsiz necə? Bəzi insanlar arıqlamağa belə tənbəllik eləyirlər. Halbuki burada heç nə yoxdur. Yəni qabağa da yay gəlir. Özünüz bilərsiniz. Yəni mən o deyir təklifimi eləyirəm, kim istəsə eləyəcək. Özünə inanan insan, özünə güvənən insan, iradəsi möhkəm insan, arıqlayıb gözəlləşmək istəyən, öz güvənini artırmaq istəyən xanımlarımız eləyəcək. Bax, incim mətbəxi canım, ürəyim, gözəl bacım. Hə, atma ürəyim, canımsan sən mənim. Xətrim məndə o qədər əzizdir ki, səni çox sevirəm də, həqiqətən də. Allah sənin canını sağ eləsin, Allah balalarımı xoşbəxt eləsin. İncinin mətbəxi, canımsan, ürəyimsən. Yeməklərinin dadından yəni doymaq olmur da, yəni. Hə, effektidir, qoymuşsan arıq göz. Geç sən də effekt qoy, görüm arıq görsənəcəksən. Elə sənə kör şeydir. Allah elə bil məni buyur sınıyıblar da. Elə bil mənlə mən mırtdaşırsınız əməlli boş. Deyir, effekt qoymuşsan, arıq görsənsən. Yəni, bu qaynasaydı, anıl Allah, söz tapırlar. Söz tapırlar deməyə deyir, effekt qoymuşsan, arıq görsənsən. Bacı, yarım saata evdən çıxıram. Yarımca saat. Yox, yarım saata yox. Deməli 9 işləyib. 9-da evdən çıxacam. Həzə sonu metrosun düz üstündə qalıram. Gəl məni effektsiz də gör. Yaxşı, bacın qurban olsun sağ. Bax 9 tamamda rovna evdən çıxacam. Gəl. Yaxşı. Yaxşı. Gəl. Düşəcəm mağazaya, evdə şeyim Domestos'un qutarıb. Domestos almağa. Gəl Walmart'ın qabağına. Walmart'ın qabağına gəl. Bacın qurban olsun. Üzümü yuyub düşəcəm aşağı. Məni gör. Rovnu 9-da düşəcəm. Gecələr indi mağazaya niyə saatla düşürsən ki? Çünki iş görürəm, yemək bişirəm ona görə. Başa düşdünüz? Hara gedirsən? Az heç hara gedəcəm, haram var hara gedim. Evdəyəm, bugün heç hara gedən deyiləm. Bugün ev günümdür mənim, evdəyəm, evdə. Hə, biber də doğruyum, 5 şey. Ne pişirirsen? Lobya. Lobya bacı, lobya.
Pişiklərini alıb orada. Bir ton pişiyim var ya bacım mənim. Bu arada pişikləri yenə sahibləndiririm. Kim istəsə deyər, balaca pişiklərdir. Bu evin, o biri evindən qəşəkdir. O evində mətbəxdə pəncərə yoxdur. Hansı evimdə bacı? Evin kirayalı yox, xüsus evimdir. Hansı şeyimdə, evimdə? Mən başqa evimdə var. Mən başqa evimdə var. Aslında özüm də şoka düşdüm. Deyirdilər həcim var, həcim var, həcim var. Deyirdim ki aldım, kabul etdim, oldu. İndi deyirlər evim var. Deyir, aslında mən də görüm də o evi. Allah haqqı. Görmək istəyirəm. Deyin, belə sözlər deyin, evrənə enerji ötürün, gəlsin o evdə. Bayaq oradaydım. Harda? Dünənki evi deyil. Hə, az dünənki ev mənim evim deyil ki. Hələ ki mənim evim deyil, hələ ki. Hələ ki mənim deyil ora. İnşallah mənim olar, ay qız. Aldım, kabul etdim, oldu. Hə, deyiləm canlaşdığın. Hə, sən bildim. Az palit eləməyin, yaxşı. Palit eləməyin. Amin bacı, Allah hamıya qismət eləsin. Allah Taala sizə kirayədə qalmağı nəsib eləməsin. Amin inşallah. Allah sizə öz evinizi qismət eləsin. Bir otaqda olsa, 2 otaqda olsa, bacı qurban olsun. Öz eviniz olsun. Öz damınız olsun. Bacı sizə qurban olsun. Heç vaxt kirayədə qalmağı Allah sizə nəsib eləməsin. Bax, sizə qarqış eləyirəm. Allah sizə kirayədə qalmağı nəsib eləməsin. Allah sizə öz evinizdə qalmağı nəsib eləsin. Amin inşallah. Ece sen neyse? Amin inşallah. Allah bütün hanımlara qadın xoşbəxtliyi qismət eləsin. Bacınız qurban olsun. Müşü necəsən ay Müşü? Necəsən ay Müşü ürəyim? Assız hər şeyi danışmaz. Sağ ol, sən necəsən? Can yaxşı, sağ olsun, necəsiz? Yo, yadımdan çıxıb almamışam. Askeri. Az deyirəm yanımda olduğuna, o Vəlizar deyir, ay Katiyə gəl bunlar məndən istifadə eləyir. Ağzımda söz alırlar. İndi mən də kimi çağırım, bacı gəlsin, qoymasın ağzımda söz alasız. Sənin bu boyda əşrəfin var. Mənim? Bacı, dəqiq mənim əşrəfim var, bacı. Bizi, hə. Az məndə başqa şey başa düşdü. Demə bacı, demirəm az o inci mətbəxinə qurur. Ay sənə qurban olar. Yazın mənki az demə. İnanırsınız dünəllərim, oradan canlı açanda. Allah'ımıza and olsun. Mənə nə qədər izləyici WhatsApp'ma yazıb ki, Vüsailə xanım, heç sən danışma, sən danışmaq düşmür. Kef səni, can. Hə, bacıq, qoy gözlə. Başımı qatdız, bibərim qaldı. Zadan doktora necə danışa bilərik? Instagrama mənə yaz nömrəsini, şəxsi nömrəsini verim. Miyoma əməliyyatı olmuşsan bacı? Yox aşkım, mən miyomam yoxdur ki. Az nə edirsiniz mənim qaşımı? Az mənim qaşım lazımdır sizə. Gül kimi söhbət edirik, dərdləşirik.
Bu arada kızlar New York'da qəşəng indirim var. Gedin alın. Instagramım nədir? Canvas. Burada adım nədir? Instagramım da odur.